Bir izləyicim mənə yazdı ki, müəllim, mən valideyn sevgisindən məhrum yaşamışam. Onlar mənə sevgi göstərə bilmədilər. Soruşdum, ayaqqabınız yox idimi, yeməyiniz yox idimi uşaqlıqda? Dedi, yox, var idi, amma sevgi yox idi. Dedim, siz yanlış anlayırsınız. Ayaqqabıda, yeməkdə, içməkdə, giydiyiniz paltarlarda, qaldığınız evdə, hamısı onların məhəbbətinin ifadəsi idi. Siz onları məhəbbət olaraq görməyi öyrənməyincə, valideynlərinizin və Allahın sizə olan sevgisini anlaya bilməyəcəksiniz. Bəlkə təbəssüm paylamayıblar, amma işlərini görüblər. Onlar elə sevgidir, o da sevgidir. Ona görə valideynlərlə münasibətlərinizi düzəldin ki, həyatınızda çiçəklənsin.